Salam kanalımızın değerli izleyicileri. Oracle PNSQL kursumuzun bu dərsində Oracle PNSQL-də case statementləri, yəni case ifadələrini öyrənəcəyik. Əvvəlcə SQL Developer editorumuzu açaq. PNSQL blokunda case ifadəsinin istifadəsini izah edən bir nümunə göstərək. Bunun üçün əvvəlcə real bir cədvəl yaradacağıq. Daha sonra isə case ifadəsini PNSQL blokunda tətbiq edəcəyik. Əvvəlcə müştərilər, yəni customers adlı bir cədvəl yaradaq. Mövcud cədvəlimizi drop edirik və yenidən yaradırıq. Daha sonra bu cədvələ məlumatlar əlavə edək. PNSQL blokunda case ifadəsinin istifadəsi, indi case ifadəsini istifadə edərək müştərinin yaşına əsasən kateqoriya, yəni young, adult, senior olduğunu təyin edəcəyik. Əvvəlcə nümunəmizi kopyalayırıq və SQL Developer editorumuza əlavə edirik. Repair hissəsində vCustomer ID adlı bir dəyişənimiz var və bu dəyişən Customers cədvəlimizin Customer ID sütununun tipini daşıyır. VName adlı dəyişənimiz Customers cədvəlimizin Name sütununun tipini daşıyır. Və Age adlı dəyişənimiz Customers cədvəlimizin Age sütununun tipini daşıyır. Və kateqori dəyişənimiz isə varchar 2 20 tipindədir. Baxın, bu select ifadəsindən qayıdan məlumatı biz kursor C Customers adını kursorumuzda saxlayacağıq. Daha sonra PNSQL blokumuzun beginning, yəni gövdə hissəsində for dövründən istifadə edərək həmin bu kursordakı məlumatları sətir bə sətir kursor variable'ımıza, yəni kursor dəyişənimizə, baxın bu rect dəyişənimizə mənimsədirik. Bundan sonra vCustomer ID dəyişənimizə rec'in Customer ID sütununu mənimsədirik. VName dəyişənimizə rec'in Name sütununu mənimsədirik və Age dəyişənimizə isə rec'in Age sütununu mənimsədirik. Yaş kateqoriyasını təyin edən hissə V kateqori dəyişənimiz bərabərdir. V kateqori dəyişənimizə də digərləri kimi qiymət mənimsədəcəyik. Sadəcə bunu mənimsədərkən biz case when ifadəsindən istifadə edəcəyik. Yazırıq V kateqori nöqtə bərabərdir, yəni mənimsətmə işarəsi. Case when. Case when içərisində baxaq. When age və age kiçikdir 25-dirsə, then result young. Yəni əgər və age 25-dən kiçikdirsə, baxın bu young ifadəsini V kateqoriya mənimsədirik. Əgər və age 25 ilə 40 arasındadırsa, adult, baxın bu yetişkin yəni mənası yetişkin deməkdir. Bu ifadəmizi V kateqori dəyişənimizə mənimsədirik. Digər hallar üçün isə senior. Baxın, bu ifadəmizi yenə V kateqori dəyişənimizə mənimsədik. Case burada bitir.
end ifadəsiyle. Daha sonra məlumatları ekrana çıxaran hissə ID ve Customer ID, ad ve name, yaş ve age, kategoriyada ve kategoriyadan gələn qiymət. Daha sonra dövr bitir, endropinə bitir və PNSQL blokumuz sona çatır. Bu end ifadəsiyle sona çatır. Gəlin bu kodu run edək. Nəyə görə belə bir nəticə qaytardı? Ona görə ki, biz PNSQL blokumuzdan əvvəl set server output onu run etməmişdik. Set server output on. Bunu run edək və daha sonra PNSQL blokumuzu run edəndə baxın bu nəticə gəldi. Gəlin baxaq. Kursorumuzda olan məlumatlar bunlardır 5 sətir. Gəlirik V kateqoriyaya. V kateqori case bin. Birinci sətir üçün age, yəni V age necədir? 25. 25, 22. 22, 25-dən kiçikdir. Bəli, young V kateqori dəyişənimizə young ifadəsi mənimsədiləcək və baxın burada da young. İkinci sətir üçün V kateqori nə mənimsədilir? V age neçədir? 35. 35 25 ilə 40 arasındadırmı? Bəli. Bu ədat ifadəmiz V kateqoriya mənimsədiləcək və baxın mənimsədilir. Üçüncü sətir üçün V age neçədir? 45. 45 25-dən kiçikdir, xeyr. 25 ilə 40 arasındadır, xeyr. Senior ifadəmiz, baxın bu ifadə V kateqori dəyişənimizə mənimsədiləcək. Baxın mənimsədilir. Gəldik bura, dördüncü sətir üçün age'imiz neçədir? 29. 29 25-dən kiçikdir, xeyr. 25 ilə 40 arasındadır, bəli. Ədat ifadəmiz V kateqori dəyişənimizə mənimsədiləcək. Baxın mənimsədildi. Və 5-ci sətirdə age neçədir? 18. 18 25-dən kiçikdir, bəli. Young ifadəmiz V kateqori dəyişənimizə mənimsədiləcək. Baxın mənimsədildi. Beləliklə bu kodu tam izah etmiş olduq. Ümid edirəm ki, hər şey aydındır. Davam edək. Case ifadəsi yaşa, yəni age-ə əsasən müştərinin kateqoriyasını təyin edir. Yaşı 25-dən azdıqsa young. 25 ilə 40 arasında olarsa adult. 40-dan yuxarıdırsa senior. Kursordan, baxın bu kursor istifadə edərək bütün müştəriləri dövrə salırıq, yəni loop'a salırıq. dbms.output dbms.output line-ə də nəticələri ekrana yazdırırıq. Bu kodun icrasından sonra da nəticə belə olacaq. Baxın, həqiqətən də bizdə də elə nəticə qayıtdı. Nəticə olaraq bu nümunədə case ifadəsinin PNSQL blokunda dinamik kateqoriya təyin etmək üçün necə istifadə edildiyini gördük. İstəyə görə case ifadəsini daha kompleks şərtlərlə də genişləndirmək olar. Aşağıda PNSQL blokunda case ifadəsinin istifadəsinə dair bir neçə fərqli nümunə təqdim edəcəyik. Birinci nümunəmiz maaşı əsasən bonus təyin edən PNSQL bloku. Bu nümunədə işçilərin maaşına salary əsasən bonus, yəni bonus amount təyin edəcəyik. Cədvəlin yaradılması və məlumatların daxil edilməsi. Gəlin employees cədvəlimizi yaradaq. Drop table employees cədvəlimizi drop edirik və yenisini yaradırıq. Daha sonra məlumatlarımızı insert edək.
elan edirik və commit edirik. PNSG bloku gəlin bu kodu kopyalayıb olduğu kimi SQL devam operatorumuza əlavə edək. Declare hissəsində vMPID dəyişənimiz var. Employees cədvəlimizin empID sütununun tipini daşıyır. vMpName dəyişənimiz var. Employees cədvəlimizin empName sütununun tipini daşıyır. Salary dəyişənimiz var. Employees cədvəlimizin salary sütununun tipini daşıyır. Və bonus dəyişənimiz də var ki, number tipindədir. Daha sonra baxın bu selectdən qayıdan nəticəmizi 5 sətirlik bu nəticə ki var. CMP adını kursorumuza əlavə edirik. Yəni belə deyək, kursorumuza doldururuq. Bu PNSQL-in gövdə hissəsinə keçdik. For dövründən istifadə edərək həmin kursordakı məlumatların sətir bə sətir loop variable'ımıza baxın bu rec dövr dəyişənimizə hər bir sətri mənimsədik. Sonra isə vMPID baxın vMPID dəyişənimizə həmin bu recdəki MPID sütununu mənimsədirik. Bu empName dəyişənimizə bu recdəki empName sütununu mənimsədirik və salary dəyişənimizə də bu recdəki salary sütununu mənimsədirik. Sonra maaşa əsasən bonus təyin edən hissə və bonusa nəyi mənimsədəcəyik? Case və aldığımız nəticələr. Deməli, V bonusa mənimsədirik. Case V salary 2000-dən kiçikdirsə, V salary vurulsun 0,10. V salary 2000 ilə 5000 arasındadırsa, V salary vurulsun 0,7. V salary 5001 ilə 8000 arasındadırsa, V salary vurulsun 0,5. Digər hallarda isə V salary vurulsun 0,3. Bunu deməli biz V bonusa mənimsədəcəyik. Nəticəni ekrana yazdıran hissə ID və MPID, ad və empName, maaş və salary, bonusda həmin V bonusdan aldığımız nəticə. Dövr bitir və PNSQL bloku endinə başa çatır. Run edək bunu və baxaq. Birinci sətirdə vMPID nədir? 1. Ad nədir və empName? Kamal Məmmədov. Maaşı nədir? Salary 1200. Gəlin bonusuna baxaq. Və bonusa salary burada maaş neçədir? 1200. 1200 2000-dən kiçikdir. Bəli. Kalkulatorumuzu açaq yaxşı olar ki, daha aydın olsun deyə. 1200 vurulsun 0,10'a 120. Ekrana nə çap olunub? 120. Sonra ikinci sətir üçün ID 2-dir. Ad Neyma Kərim Rızayevadır. Salary 2500'dür. 2500 2000-dən kiçikdir? Xeyr. 2000 ilə 5000 arasındadır? Bəli. Və salary vurulsun 0,7. 2500 vur 0,7. Elədi nə? 175. Buraya bonusda 175. Daha sonra gəldik bura. Üçüncü sətir ID'si 3. Ad Elvin Hüseynov. Maaşı 4000. Və bonusa baxaq. 4000 2000-dən kiçikdir. Xeyr. 2000 ilə 5000 arasındadır. 4000. Bəli.
4000, 4000 vurulsun 0,7. 280. Baxın 280. Gəldik növbəti sətrimizə. ID nədir? 4. Adı Nərmin Qunyeva. Maaş 7000. Bonusuna baxaq. 7000 2000-dən kiçikdir, xeyr. 2000 ilə 5000 arasındadır, xeyr. 5000 1 ilə 8000 arasındadır. Deməli bonus nə olacaq? Və sənəri vur 0,5. 7000 vur 0,5. 350. Beşinci sətir üçün ID 5. Ad Turan Həsənov. Sənəri 10.000. Bonus görək neçə olacaq? 10.000 2000-dən kiçikdir, xeyr. 2000 ilə 5000 arasındadır, xeyr. 5000 1 ilə 8000 arasındadır, xeyr. Digər hallarda da nə edirdik? 0,3-ə vururduq. 10.000 vur 0,3. 300. Baxın. 300 bonusumuzu da gətirdik. Bu nümunədə yəqin ki, aydın oldu. Davam edək. Tələbələrin qiymətinə əsasən qiymətləndirmə. Bu nümunədə tələbələrin aldığı qiymətlərə əsasən onların nəticəsini pass, fail, excellent və s. kimi təyin edəcəyik. Birinci gərək cədvəlin yaradılması və məlumatların əlavə edilməsi. Student cədvəlimizi drop edirik, yenidən yaradırıq. Məlumatlarımızı insert edək və commit edək. Və commit edək. Declare hissəsində və student ID dəyişənimiz student cədvəlimizin student ID tipini daşıyır və student name dəyişənimiz student cədvəlimizin student name sütununun tipini daşıyır. Baxın, təkrar izah edək və student ID dəyişənimiz student cədvəlimizin student ID sütununun tipini daşıyır. Və student name dəyişənimiz student cədvəlimizin student name sütununun tipini daşıyır. Və score dəyişənimiz student cədvəlimizin score sütununun tipini daşıyır. Və result dəyişənimiz isə varchar 20 tipindədir. C student kursorumuza baxın buradan qayıdan nəticəni, baxın bu sinirdən qayıdan nəticəni mənimsədirik. Daha sonra PNSQL blokunun gövdə hissəsində for dövründən istifadə edərək bu kursordan qayıdan nəticəni sətir və sətir bu rec loop variable'a, yəni dövr dəyişəninə mənimsədirik və kursor ID dəyişənimizə recdəki student ID sütunu mənimsədirik. Və student name dəyişənimizə recdəki student name sütunu mənimsədirik və score dəyişənimizə recdəki score sütunu mənimsədirik. Qiymətə əsasən qiymətləndirmə və result dəyişənimizə görə necə mənimsədirik.
Case Ven'le ve skor 90'dan böyük ve böyük bərabərdirsə, yəni böyükdürsə və bərabərdirsə, əla, baxın bu excellent ifadəsini verizat dəyişənimizə mənimsədəcəyik və skor dəyişənimiz aldığı qiymət, yəni 70 ilə 89 arasındadırsa, baxın bu good ifadəmizi verizat dəyişənimizə mənimsədəcəyik və skor dəyişənimiz 50 ilə 69 arasındadırsa, pəs bu ifadəmizi verizat dəyişənimizə mənimsədəcəyik. Əks təqdirdə fail. Fail ifadəmiz verizat dəyişənimizə mənimsədiləcək. Case when burada bitdi. Nəticəni ekrana yazdıran sizə ID-yə və student ID, ad və student name, qiymət və skor, nəticələrə də verizatı ekrana çap edirik. Dövr bitir və PNScript ifadəmizdə başa çatır. Run etdik, nəticə baxaq budur. İndi bunu sətir və sətir izah etməyə baxaq. Birinci sətrimiz üçün, baxın bu kursordan qayıdan nəticədə student ID 1-dir, student name Ramin Qunyevdir, skor 85-dir. 85 90-dan böyük bərabərdirmi? Xeyr. 70 ilə 89 arasındadırmı? Bəli. Bu good ifadəsi və rezulta mənimsədiləcək. Baxın good. İkinci student ID ID-si yəni 1-dir, 2-dir. Student name Günay Məmmədovadır, skoru 45-dir. 45 90-dan böyük bərabərdirmi? Xeyr. 70 ilə 89 arasındadırmı? Xeyr. 50 ilə 69 arasındadırmı? Xeyr. Nədir? Fail. Yəni kəsilmək. Ekrana baxaq nə çıxardıb? İkinciyə fail. Üçüncü sətrimizə keçirik. ID 3-dür. Student name Emin Hüseynovdur. Skoru 70-dir. 70 90-dan böyük bərabərdir. Xeyr. 70 ilə 89 arasındadırmı? Maraqlı sualdır. 70 ilə 89 arasındadır. 70. Yəni 70, 70 ilə 89 arasındadır. Çünki 70-in özüdür və bu good ifadəmiz verizat dəyişənimizə bu sətir üçün, üçüncü sətir üçün mənimsədilibdir. Dördüncü sətrə keçdik. ID 4, student name Ayta Cəniyeva, skoru 95. 95 90-dan böyük bərabərdirmi? Bəli. Excellent. Bu əla sözü verizata mənimsədiləcək. Baxın, mənimsədilin. 5-ci sətrə gəldik. ID-si 5, student name Nihad Əhmədov, skoru 30. 30 90-dan böyük bərabərdir? Xeyr. 70 ilə 89 arasındadır? 30. Xeyr. 50 ilə 69 arasındadır? Xeyr. Fail. Baxın bu ifadə verizatımıza mənimsədiləcək. Baxın 5-ci sətir üçün mənimsədildi. Sətir və sətir bu nümunəmizi də izah etdik. Ümid edirəm ki, hər şey aydındır. Digər nümunəmizə keçək. Sifarişlərin statusuna əsasən mesaj təyin etmək. Bu nümunədə sifarişlərin statusuna, yəni statusun əsasən mesaj çıxarmaq üçün case ifadəsindən istifadə edəcəyik. Cədvəlimizi yaradaq. Orders, yəni sifarişlər cədvəlimizi yaradaq. Mövcud cədvəlimizi drop etdik, yenidən yaratdıq.
məlumatlarımızı insert edək. Daha sonra nümunə kodumuzu kopyalayaq. Yəni bu kodu sətir izah edək. Declare hissəmizdə və order ID dəyişənimiz var. Bu dəyişən order cədvəlimizin order ID sütununun tipini daşıyır və customer name dəyişənimiz var. Order cədvəlimizin customer name sütununun tipini daşıyır və status dəyişənimiz var. Order cədvəlimizin status sütununun tipini daşıyır və message dəyişənimiz var. Varsa ki 100 tipindədir. Kursorumuza baxın bu orders adlı kursorumuza bu senlikdən qayıdan bu nəticəni mənimsədirik. Sonra PNSQL blokumuzun gövdə hissəsində for dövründən istifadə edərək bu kursordan qayıdan məlumatları sətir bə sətir rec loop variable'ımıza, yəni dövr dəyişənimizə mənimsədirik. Burada və order ID dəyişənimizə rec'in order ID'si, yəni bu order ID sütununun məlumatları mənimsədilir. Və customer name dəyişənimizə rec'in customer name'i, yəni bu customer name sütununun məlumatları mənimsədilir. Və status dəyişənimizə isə rec'in status, yəni bu status sütununun məlumatları mənimsədilir. Statusa uyğun mesaj təyin edirik. VMessage-ə nəyi mənimsədəcəyik? Baxın bu VMessage dəyişənimizə case və status when pending. Pendingdirsə sifarişiniz sənə emal edilir yazılacaq. Bax bu ifadə VMessage dəyişənimizə mənimsədiləcək. Shippeddirsə sifarişiniz göndərilib ifadəsi bura mənimsədiləcək VMessage dəyişənimizə. Delivereddirsə sifarişiniz çatdırılıb. Baxın bu ifadə VMessage dəyişənimizə mənimsədiləcək. Canceleddirsə bu ifadə VMessage dəyişənimizə mənimsədiləcək. Digər hallarda isə naməlum status söz ifadəsi demək bu dəyişənimizə mənimsədiləcək. Case bitdi. Nəticəni ekrana yazdıran hissə sifariş ID-yə order ID, müştəriyə və customer name, statusa və status, mesaja da ki, həmin baxın buradan qayıdan nəticə çap edilir. Dövr bitdi və PNSQL bloku sona çatdı. İndi bir sətir bə sətir baxaq. Order ID nədir burada? 1. Customer name nədir? Fərid Hüseynov. Status nədir? Pending. VMessage gərək nə olacaq? Və status pendingdirsə sifarişini sənə emal edilir yazısı çıxacaq. Run edək. Baxın birinci sətir üçün sifarişini sənə emal edilir yazısı çap olundu. Keçdik ikinci sətrə. Sifariş ID-si 2, customer name, müştəri yəni Aytən Qasımova, statusu shipped. Shipped nədir? Sifarişiniz göndərilib. Bu ifadə və message dəyişənimizə mənimsədiləcək. Baxın sifarişiniz göndərilib. Üçüncü sətir üçün sifariş ID-si 3'dür. Customer name'i
Samir Mehmedov'du. Statusu deniveretti, çatdırılıbdı. Mesajda VMS deniveretdisə sifarişiniz çatdırılıb. Baxın bu. VMS-də bu olacaq. Sonra gəldik növbəti sətrə. 4. Sifariş ID'si 4. Adı, müştərinin adı. Elçin Qunyev. Statusu konsert. Mesaja nə çap olunacaq görək. Konsertdirsə sifarişiniz ləğv edilib sözü çap olunacaq. Baxın, ləğv edilib çap olundu. Nümunəyə də aid bu qədər. Yəqin ki, aydındır. Nəticə olaraq bu nümunələrdən biz nə öyrəndik? Bu nümunələrdən case ifadəsinin müxtəlif situasiyalarda necə istifadə olunduğunu gördük. Maaşı əsasən bonus təyin etməyi, qiymətə əsasən tələbənin nəticəsini müəyyən etməyi, sifarişin statusuna əsasən də müştəriyə mesaj göndərməyi öyrənmiş olduq. Keçək digər PDF-imizə. PNSQ-də case ifadələrinə aid daha fərqli nümunələrə də gəlin baxaq. PNSQ-də case ifadəsi şərtlər əsasında qiymətləndirmə aparmaq üçün istifadə edilir. Bu ifadə verilənlərə görə müxtəlif dəyərlər və ya əməliyyatlar seçməyə imkan verir. Aşağıda demək, case ifadəsinin nümunələrini bir neçə real cədvəl üzərində göstərəcəyik. Əvvəlcə sadə cədvəllər yaradıb, sonra onlarda case ifadəsinin necə istifadə edildiyini izah edəcəyik. Employees yəni işçilər cədvəlimiz. Gəlin cədvəlimizi yaradaq. Employees'i drop edirəm. Yenidən yaradıram. Daha sonra cədvəl 2-ni department içi, yəni şöbələr cədvəlimizi gəlin əlavə yaradaq. Bu cədvəl şöbələr haqqında, yəni department şöbələr haqqında məlumatları saxlayacaq. Drop etdim və yenidən yaratdım. Məlumatları əlavə edək. Case ifadəsi nümunəsi. İndi isə işçilərin maaşlarını case ifadəsinə qiymətləndirək və hər bir işçiyə uyğun olaraq salary grade göstəricisini müəyyən edək.
Bakın, employee cədvəlimizdə employee ID, first name, last name, salary sütunlarımızı select edirik və həmçinin salaryyə görə də başqa bir sahə ekrana çap edəcəyik. Baxaq. Case və salary 6000-dən kiçikdirsə, no ifadəsi, salary 6000 ilə 12000 arasındadırsa, medium ifadəsi, salary 12000-dən böyükdürsə, high ifadəsi çap olunacaq və bu sütunda adı salary grade olacaqdır. Bax, salary 5 6000-dən kiçikdir, xeyr. 6000-dən kiçikdir, bəli, no. Salary 8000, 6000-dən kiçikdir, xeyr. 6000 ilə 12000 arasındadır, bəli, medium. Salary 12000, 6000-dən kiçikdir, xeyr. 6000 ilə 12000 arasındadır, bəli, yəni 12000-in özüdür, medium. Salary 15000-dir. 15000 6000-dən kiçikdir, xeyr. 6000 ilə 1200 arasındadır, xeyr. 6000 ilə 12000 üzr istəyirəm arasındadırmı? 15000 xeyr. 12000-dən böyükdürmü? Bəli, high. Bu ifadə çap olunacaq. Baxın, belə bir rahat select ifadəmiz. Nəticə olaraq bu sorğu işçilərə maaşlarına əsasən onlara bir salary grade təyin edəcək. No, yəni 6000-dən aşağı maaş olanlar üçün medium 6000 ilə 12000 arasında maaşlar üçün, high da 12000-dən yüksək maaşlar üçün. Case ifadəsinə şöbə əlavə edilməsi, şöbə adında göstərmək istəyiriksə, bunu case ifadəsinə edə bilərik. Gəlin nümunə kodumuzu kopyalayıb yapışdıraq və baxaq. Demək, join employees cədvəlinə department cədvəlimizi join edirik. Hansı sütuna görə? Department ID sütununa görə. Employees cədvəl, baxın, alias vermişəm. Employees-ə E aliası, department isə də D aliası, yəni hər ikisinin baş hərfini rahat olsun deyə alias olaraq vermişik. Employees'in burada nələr select olunur? First employee ID'si, first name'i, last name'i, salary'si. Department'sin nəyi select olunur? Department name'i. Sonra case ven'inə nə çap olunur? Employees'in department ID'si ona bərabərdirsə, bu IT department sözü ifadəsi, employees'in department ID'si 20'dirsə, HR department ifadəsi, digər hallarda da unknown department ifadəsi çap olunacaq və bu sütunda da department type olacaq. Gəlin run edək. Baxın, employees cədvəlimizdən bura qədər məlumatlar select olunub və department cədvəlimizin department name'ləri select olunubdur. Əgər 10'dursa bunun ID'si, IT department sözü, baxın. 20'dirsə HR. İndi gəlin bunu buradan istəyirsiniz belə bir denəyək. Department cədvəlimizdə department type. Baxın, department ID-ni də gətirsin. Department ID 10'dur. Department name IT, IT'dir.
Department type ne olacaq? Əgər department ID'si 10'dursa, IT department olacaq. Department ID'si burada 20'dir. 20'dirsə nə olacaq? HR department. 10'dursa buradakı IT departmentdir. 20'dirsə də HR department. Nümunədə bu qədər yəqin ki aydındır. Nəticə olaraq bu sorğu hər bir işçiyə uyğun şöbə adını və şöbə tipini göstərəcək. Məsələn, IT department və HR department kimi. Case ifadəsində else bölməsi. Else bölməsi case ifadəsinin əhatə dairəsini genişləndirmək mümkündür. Demək, else bölməsinə case ifadəsinin əhatə dairəsini genişləndirmək nədir? Mümkündür. Baxın, employees cədvəlimizdə employee ID, first name, last name, sanayi sütunlarımızı select eləmişik və case when-də əgər sanayi 6000-dən kiçikdirsə no ifadəmizi sərf edirik. Sanayi 6000 ilə 12000 arasındadırsa medium ifadəsini sərf edirik. Sanayi 12000-dən böyükdürsə high ifadəsini, digər hallarda isə no sanayi ifadəsini ekrana çap edirik və bu sütunda adı nə olur? Sanayi grade. Bu şəkildə. Bu nümunədə else no sanayi əlavə edilmişdir ki, hər hansı bir xüsusi şərt olmadan nəticə no sanayi kimi göstərilsin. Case ifadəsinin iki növü, simple case expression, bir dəyəri başqa dəyərlə müqayisə edirik. Search case expression. Deməli, case ifadəsinin iki növü mövcuddur. Bunlar hansılardır? Simple case expression, bir dəyəri başqa dəyərlə müqayisə edirik bu zaman. Searched case expression'da isə şərtləri özümüz təyin edirik. Bu əvvəlki nümunələrdə istifadə etdiyimiz versiyadır. Hər iki versiyada müxtəlif vəziyyətlərə uyğun istifadə oluna bilər. Daha bir neçə real cədvəllər üzərində case ifadəsinin necə istifadə edildiyini izah edən nümunələr təqdim edək. Dedik ki, iki növ var. Simple case expression, searched case expression. Orders yəni sifarişlər cədvəlimiz. Bu cədvəl müştərilərin sifarişləri ilə bağlı məlumatları saxlayır. Dörtlükdəki orders cədvəlimizi yenidən yaradaq. Məlumatları daxil edək. Customers müştərilər cədvəlimiz. Bu cədvəl müştərilər haqqında məlumatları saxlayır.
Məlumatlar daxil edək. Məlumatlarımızı da əlavə etdik, kommit etdik. İndi gələk nümunələrimizə. Nümunə 1. Case'inə müxtəlif sifariş statuslarının qruplaşdırılması. Burada sifariş statusuna görə sifarişləri qruplaşdırıb hər bir status üçün müvafiq mesajlar verəcəyik. Baxın, orders cədvəlimizdən order ID, order date və status sütunlarımızı select edirik və həmçinin case'dən istifadə edib order status message aliası verdiyimiz bir sütun da ekrana çıxaracağıq. Bu sütunda hansı məlumat olacaq? Əgər orders cədvəlinin order status sütununda shippeddirsə, your order is on the way ifadəsi çap olunacaq. Yox, orders cədvəlimizin status sütununda pendingdirsə, your order is being processed bu ifadə çap olunacaq. Orders cədvəlimizin status sütununda cancel etdirsə, your order has been cancelled bu çap olunacaq. Digər hallarda da unknown status ifadəsi order status message adlı sütunun altında çap olunacaqdır. Baxın, shippeddirsə bu, pendingdirsə bilirik ki bu, cancel etdirsə bilirik ki bu və digər hallarda da nə olurdu? Unknown status. Bu qaydada çıxartdı. Nəticə olaraq shipped your order is on the way, pending your order is being processed, cancelled your order has been cancelled. Hər hansı bir status üçün unknown status göstəriləcəkdir. Keçək digər nümunəmizə, nümunə 2-yə. Case ilə ümumi məbləğə əsasən endirim təyin edilməsi. Nə oldu? Case ilə ümumi məbləğə əsasən endirim təyin edilməsi. Sifarişin ümumi məbləğinə görə müştərilərə endirim təklif edəcəyik. Orders cədvəlimizdən order ID və total amount sütunlarımızı select etmişik. Daha sonra case birindən istifadə edərək discount adlı bir sütun yaradırıq. Görək bu sütunda nə datalar çap edilir. Case when o total, yəni orders cədvəlimizin total sütununda məlumat 500-dən kiçikdirsə, no discount bu ifadəmizi discount'a çap edirik. Discount sütununun altında. Orders'in total amount'u 500 ilə 1000 arasındadırsa, bu ifadəmizi çap edəcək. Orders'in total amount'u 1000-dən böyükdürsə, 20% discount, baxın bu discount sütununun altında çap ediləcək. Ctrl Enter bırak. Total amount 250'dir. 500'dən kiçikdir, no discount. 450'dir. 500'dən kiçikdir, bəli, no discount. 0'dır. 500'dən kiçikdir, no discount. 1000'dir. 1000 1000'dən böyükdürmü? Xeyr. 500 ilə 1000 arasındadır.
bunu ekrana çap edəcək. Nəticə 500-dən aşağı olan sifarişlərə bu ifadəmizi, 500 ilə 1000 arasında olan sifarişlərə bu ifadəmizi, 1000-dən yüksək olan sifarişlərə isə bu ifadəmizi ekrana çap edirik. Nümunə 3-ü keçək. Case-ilə müştərinin xidmət haqqının hesablanması. Müştərilərin ölkəsinə əsasən onlara xidmət haqqı təyin edəcəyik. ABŞ-dan olan müştərilərə daha yüksək xidmət haqqı tətbiq edəcəyik. Baxaq nümunəmizə. Customers cədvəlimizdə baxın, Customer ID, First Name, Last Name, Country sütunlarımızı select edirik və Case when istifadə edərək gətirdiyimiz datalara həmin sütuna da Service Fee adını vermişik. Case when C country, yəni Customer cədvəlimizin country'si USA-dirsə 50, Kanadadırsa 40 və UK-dırsa 30, digərlərinə isə 20. Gəlin select edib baxaq. Customers cədvəlimizdə baxın, country USA-dirsə 50, Kanadadırsa 40, UK-dırsa 30, digərlərinə isə nə olacaqdı? 20. Baxın, Germani bu şərtlərdə yoxdur. Ona görə else düşür və 20 ekrana çap olunur. Yəni o sütunda çap olunur. Bu nümunə də yəqin ki, aydındır. Nəticə olaraq ABŞ müştəriləri üçün xidmət haqqı 50 olacaq. Kanada müştəriləri üçün xidmət haqqı 40 olacaq. Birləşmiş Krallıq müştəriləri üçün, yəni United Kingdom üçün xidmət haqqı 30 olacaq. Digər ölkələr üçün xidmət haqqı 20 olacaqdır. Keçək digər nümunəmizə. Case-ilə yaş qruplarına əsasən qiymət təyin edilməsi, müştərinin yaşına əsasən fərqli qiymətlər tətbiq edəcəyik. Customers cədvəlimizdən Customer ID, First Name, Last Name sütunlarımızı select etdik. Daha sonra Case when istifadə edərək bir sütun daha çıxarırıq və həmin sütunda adı, price, kateqori olacaq. Case when Customers'ın age 18-dən kiçikdirsə bu ifadəmiz, Customers'ın age 18 ilə 60 arasındadırsa bu ifadəmiz, 60-dan böyükdürsə bu ifadəmiz, digər hallarda da bu ifadəmiz price kateqori sütun adlı sütunun altında ekrana çıxacaq. Customers cədvəlimizdə age yoxdurmu? Baxaq. Select ulduz from Customers cədvəlimizdə baxaq. Age yoxdur. Age sütunu yoxdur. Age sıfırda əlavə edilsə gəlin belirləyək. Customer ID
bərabərdirsə 101-ə. Customer ID 101-nə bərabərdirsə yazaq əmək yaxşı. Bərabərdirsə 102-yə bərabərdirsə 103-ə bu digər hallarda da bu çıxsın. Customer IP yazaq. Heç yox. Customer ID deməli nə oldu? 101-dirsə ekrana bu çıxsın. 102-dirsə ekrana bu çıxsın. Baxın çıxdı. 103-dirsə ekrana bu çıxsın. Çıxıb digər hallarda da price available ifadəsi ekrana çıxacaq. Bu qədər yəqin ki aydındır. Keçək digər nümunəmizə. Bu nümunədə yaşlar əsasən onların müxtəlif qiymətləri müəyyən edilir. Bizdə yaş sütunu yox idi deyə özümüzdən dəyişdik. Customer ID-yə görə case-dən istifadə etdik. Case-ilə nəticə qruplaşdırması bəzən bir neçə şərti birləşdirərək daha mürəkkəb qiymətləndirmə aparmaq lazım olur. Məsələn, bir müştərinin sifarişi müxtəlif hallarda qiymətləndirilə bilər. Order cədvəlinə baxın, bu order ID status total amount sütunlarımızı select etmişik. Yəni bunu run edək görək etdiyimi ben. Daha sonra order kateqori adını verdiyimiz bir sütun meydana gətiririk və bu sütun görək case-venlə necə yaradılıbdır. Order cədvəlimizin status sütunu baxın tip etdisə və həmçinin ordersin total amount'u 500-dən böyükdürsə high value order bu ifadəni çıxardacaq. Əgər ordersin statusu shipmentdirsə və orderin total amount'u kiçikdirsə 500-dürsə bu ifadəni çıxardacaq. Ordersin statusu pendingdirsə ekrana processing bu ifadəni çıxardacaq. Ordersin statusu canceldirsə ekrana bu ifadəni çıxaracaq. Digər hallar üçün isə unknown status ifadəsini çıxaracaqdır. Baxın, baxaq. Ordersin statusu nədir? Shipped. Düzdür və and veribdir. Hər ikisi ödənməlidir. And'in həm sağı, həm solu. Ordersin statusu shippeddir. Ordersin total amount'u nədir? 250. Ancaq 500-dən böyükdürsə bu ödənildi. Deməli bunu keçdik. Ordersin statusu shippeddir. Bəli. Və total amount'u 500-dən kiçik bərabərdirmi? 250 500-dən kiçik bərabərdir. Bəli. Low value order. Bunu çıxaracaq. Sonra ikinci sətirdə status nədir? Pending. Pendingdirsə processing çıxaracaq. Sonra üçüncü sətirdə o status nədir? Cancelled. Cancelleddirsə cancelled order. Bu ifadəsini çıxardacaq. Digər hallarda isə unknown status. Burada shippeddir və total amount'u da 1000'dir. 1500-dən böyükdür. Bəli, high value order'ı ekrana çap etdik. Bu nümunədə bu qədər. Bu nümunədə sifarişin statusuna və ümumi məbləğinə görə fərqli kateqoriyalar təyin edilir.
Yekun olaraq case ifadəsi PNSG-də çox güclü bir alət olub, müxtəlif şərtlərə əsasən müxtəlif nəticələr göstərmək üçün istifadə olunur. Əgər bir çox şərt var və verilənlər bazasında spesifik məlumatları qiymətləndirmək lazımdırsa, case ifadəsi çox faydalıdır. Daha fərqli bir neçə nümunəyə baxaq. Aşağıda daha çox real cədvəllər üzərində case ifadəsinin istifadə edildiyi nümunələri təqdim edəcəyik. Misal üçün, satışlar cədvəli. Bu cədvəl satış məlumatlarını saxlayır. Drop edək, yenidən yaradaq. Mən əndəydi qarışdırdım, amma biz drop edirik, yenidən yaradırıq. Məlumatlar daxil edək. Products, yəni məhsullar cədvəlimiz, bu cədvəl məhsul məlumatlarını saxlayır. Məlumat daxil edək. Cədvəllərimizi yaratdıq və məlumatlarımızı insert edib commit etdiyimizə görə nümunələrimizə baxa bilərik. Nümunə 1. Case-ilə satış məlumatlarının qiymətləndirilməsi. Burada sale price və sale quantity qiymətləri əsasında ümumi satış məbləğini hesablayıb, nəticəni müxtəlif satış kateqoriyalarına görə qruplaşdıracağıq. Nümunəmizi kopyalayaq. Sales cədvəlimizdə sale ID, sale date, sale price və sale quantity sütunlarımızı select edirik. Daha sonra sales cədvəlimizin sale price ilə sale quantity sütunlarındakı qiymətlərin hasilini total sale adını verdiyimiz bir sütun şəklində select edirik və case venə sale kateqori adını bir dənə də sütun meydana çıxarır. Baxaq görək bu necə yaranır. Case when sales cədvəlindəki sale price-la sale quantity sütunlarının hasili 100-dən kiçikdirsə, no sale ifadəsi
100 ile 500 arasındadırsa medium siyah ifadesi ve eğer bu hasım 500'den böyükdürsə high siyah ifadesi ekrana çap olunur. Gəlin run edək, baxaq. Baxın, siyah ID, siyah date, siyah price, siyah quantity sütunları çap olunubdur. Total siyah, bunların baxın, total siyah sütunu bununla bunun, bununla bunun, bununla bunun ve bununla bunun hasilindən ibarətdir. Və bu hasil nədir? 600 burada. 600 100-dən kiçikdirmi? Xeyr. 100 ilə 500 arasındadırmı? Xeyr. 500-dən böyükdürmü? Bəli, haysi. Ona görə haysi ifadəsi bura çap olunub. Burada nədir? 750. 750 100-dən kiçikdir? Xeyr. 100 ilə 500 arasındadırmı? Xeyr. 500-dən böyükdür? Bəli, haysi ifadəsi çap olunub. 500 100-dən kiçikdir, xeyr. 100 ilə 500 arasındadırmı? Bəli, elə çünki 500-ün özüdür. Medium siyah ifadəsi çap olunacaq. Daha sonra burada 400-dür. 400 100-dən kiçikdirmi? Xeyr. 100 ilə 500 arasındadırmı? Bəli. Burada da medium siyah çap olunacaq. Bu nümunədə bu qədər yəqin ki, aydındır. Nəticə low siyah 100-dən aşağı ümumi satışlardır. Medium siyah 100 ilə 500 arasındakı satışlardır. High siyah də 500-dən yüksək satışlardır. Nümunə 2. Case ilə məhsul kateqoriyasına əsasən endirim. Bu nümunədə məhsul kateqoriyasına əsasən endirim tətbiq edəcəyik. Bu nümunəmizdə sales cədvəli ilə product cədvəllərini product ID sütununa görə inner join eləmişik. Və sales cədvəlinə S aliası, product cədvəlinə də P aliası verilibdir. Rahat olsun deyə. Baxın, product cədvəlini product ID, product name və product və kateqori sütunları select olunub. Sales cədvəlimizin də sale price sütunu select olunub və case when ifadəsindən istifadə edərək discount adına bir dənə də sütun meydana çıxarmışıq. Gəlin bunu run edək. Baxaq, product'ın product ID, product name və kateqori sütunları, sales'in sale price sütunu, görək bu discount necə yaranıbdır. Case when product'ın kateqorisi bərabərdirsə, elektroniksə, then sales'in sale price'ı vur 0,1. Sales'in product'ın kateqorisi elektronikdir, bəli, onda sales'in price'ı necədir? 20. 20 vur 0,1'ə. Neçə eləyəcək? 2. 2 bura çap olundu. Burada elektronikdir və sale price 50'dir. 50 vur 0,1. 5. 5 bura çap olunacaq. Sonra burada aksesuaristdir. Aksesuaristdirsə sale price nə olacaq? 0,2'yə vurulması. 10 vurulsun 0,2. 10 vurulsun 0,2. 2 bura çap olundu. Elektronikdir. 20'ni 0,1'ə vuracağıq. 0,1. 2 bura çap olundu. Bu nümunədə bu qədər yəqin ki, aydındır. Nəticə olaraq Electronics kateqoriyasındakı məhsullar üçün 10% endirim, Accessories kateqoriyasındakı məhsullar üçün 20% endirim, digər kateqoriyalar üçün isə endirim tətbiq olunur. Nümunə 3.
Case'inə satış zamanı üzrə satış qruplaşdırılması. Bu nümunədə satışların vaxtına görə müxtəlif nəticələr amaçlayır. Məsələn, hansı satışların həftə içi, hansıların isə həftə sonu olduğunu göstərəcəyik. Sales cədvəlimizdən Selling ID, Selling Date sütunlarını select edirik. Case venlə Selling Date Type adını bir sütun meydana gətiririk. Bu necə olur? Sales cədvəlinin Selling Date'i Selling Date sütunundan D'yi, yəni günü çıxarırıq. Həmin gün Saturday və ya Sunday isə weekend sale ifadəsi, əks təqdirdə isə weekday, week, e, sales cədvəlimizdən Selling ID və Selling Date sütunlarımızı çap edirik. Case when ifadəmizdən istifadə edərək də Selling Date Type adını bir sütun meydana gətiririk. Baxaq görək necə alınıb. Sales cədvəlimizin Selling Date sütunundan D'yi, yəni günü çıxarırıq. Əgər bu Saturday və Sunday hər hansı biridirsə, buna daxildirsə, weekend sale ifadəsi, digər halda isə weekday sale ifadəsi həmin bu sale day type sütununda çıxacaq. Yəni bunu ayrıca da belə çıxarım mən, daha rahat olsun görmək. Day. İndi məndə din rusca olduğu üçün bu cürə çıxır. Sizdə əgər din ingiliscədirsə, normal qaydada görsənəcək. Keçək digər nümunəmə. Nəticə olaraq həftə sonu şənbə və bazar günləri olan satışlar weekend sale, digər günlərdə olan satışlar isə weekday sale olaraq görünəcəkdir. Nümunə 4. Case-inə məhsul vəziyyətinin qiymətləndirilməsi, məhsulun satılma miqdarına əsaslanaraq satışın vəziyyətini qiymətləndirəcəyik. Sales cədvəlimizə product cədvəlimizi product ID sütununa görə inner join eləmişik və sales cədvəlimizə S aliası, product cədvəlimizə də P aliası verilibdir ki, rahat olsun. Product cədvəlimizdə, yəni bunu run edək. Product cədvəlimizdən product name sütunu çap olunub, select olunub və sales cədvəlimizin sale quantity sütunlarının sunması, yəni cəmi sum funksiyası ilə cəmi alınıb və total sold adını sütununa baxın, alias verilib. Case verilənə görə nə almışıq? Həmin bu sales cədvəlindəki sale quantity-lərin cəmi 20-dən kiçikdirsə, no demand yazırıq. Baxaq 50-dir. 20 ilə 50 arasındadırsa, moderate demand yazırıq. Misal üçün, burada 50, 20 ilə 50 arasındadır. Yəni, 50-nin özüdür. Moderate demand yazılır. Və 50-dən böyükdürsə, high demand ifadəsi yazılır. Bu sütunda aliası nə olacaq? Demand status. Və burada da aydın məsələdir ki,
Sum funksiyası istifade olunduğu üçün nə edirik? Qrup by ifadəmizdən istifadə edib, ondan əvvəlki sütunu, bunu, buna görə qruplayırıq. Product cədvəlinin product name-inə görə qruplayırıq. Baxaq, burada 15-dir, 15 20-dən kiçikdir, bəli, no demand. 50 yenə, 50 20-nin 50 arasındadır, bəli, moderate demand. Yəqin ki, bu nümunədə aydındır. Nəticə, no demand 20-dən aşağı satılan məhsullardır. Moderate demand 20 ilə 50 arasında satılan məhsullardır. High demand 50-dən çox satılan məhsullardır. Nümunə 5. Case-nə məhsul qiymətinin artırılması. Satış qiymətinə əsasən hər bir məhsulun qiymətinin artırılması tətbiq ediləcək. Qiymət 50-dən aşağı olan məhsullara 5%, 50 ilə 100 arasındakilara 10%, 50-dən yüksək olanlara isə 15% tətbiq olunacaq. Yenə sales cədvəlimizlə product cədvəlimizi bu nümunədə join etmişik. Product ID sütununa görə, baxın inner join-dir. Və sales cədvəlimizə S aliası, product cədvəlimizə isə P aliası verilibdir. Product cədvəlimizin product name sütunu, sales cədvəlimizin sale price sütunu select olunub. Və sales cədvəlimizin sale price-ı 50-dən kiçikdirsə, sale price-ı 1,5-ə vururuq, yəni 5% artırırıq. 50 ilə 100 arasındadırsa 1,10-a yəni vururuq, yəni 10% artırırıq. 100-dən böyükdürsə 1,15-ə vururuq, yəni 15% artırırıq. Baxaq burada product cədvəlini görürüz, product name sütunudur. Sales cədvəlimizin sale price sütunudur və sale price 50-dən kiçikdir. 20 50-dən kiçikdir, bəli. 20-ni vururuq 1,5-ə. 21 ekrana baxın, çap olundu. Və bu case when ifadəmizin də aliası new sale price-dir. Baxın, new sale price adını sütun şəklində select olunub. Daha sonra 50'dir. 50 ilə 100 arasındadırmı? Bəli, 50'nin özünə bərabərdir. Nə olacaq? 50 vurulsun 1,10. 55. Ekrana görürsünüz çap edildi. Sonra 10 50'dən kiçikdir. Bəli. 10 vurulsun 1,5. 10,5. Baxın çap olunub. Sonra 20. 20 50'dən kiçikdirmi? Bəli. 20 vurulsun 1,5. 21 ekrana çap edilib. Nəticə 50-dən aşağı qiymətə 5% artım, 50 ilə 100 arasında qiymətə 10% artım, 100-dən yüksək qiymətə isə 15% artım tətbiq olunub. Yuxarıdakı nümunəmizə bir daha baxaq. Hansında ki tarix rusca çıxırdı. Bu nümunəni səhv etmirəmsə, bəli, burada. Bundan əvvəl gəlin belə bir şey edək. NNS parametrini dəyişək. NNS parametri ilə, yəni sessiyanın dilini dəyişək. Yazırıq alter session set NNS language
Bərabərdir. Azərbaycan. Daha doğrusu Azərbaycan yox. İngilis yazdı. Buranı sesya alter olundu. Daha sonra təkrar bunu run edəndə baxın. Ses cədvəlinin sen ID-si, sen cədvəlinin sen date-i və sen date-dən D-yi çıxırıq. D-ləri sadəcə ekrana çıxarırıq. Və əgər bu D Saturday-nə Monday-dən biridirsə, weekend sen yazılsın. Əks təqdirdə weekday sen. Baxın, heç biri bu Monday bu aralığa düşmür. Wednesday'də düşmür. Tuesday'də düşmür. Saturday ancaq düşdüyü üçün weekend sen yazılır. Bu qədər. Yekun olaraq case ifadəsi PNSQL-də şərtlərə əsaslanan qiymətləndirmə və qruplaşdırma üçün çox faydalıdır. Müxtəlif şərtlər əsasında dinamik olaraq fərqli nəticələr əldə etməyə imkan verir. Bu nümunələr case ifadəsinin geniş istifadə sahələrini və potensialını göstərir. Case ifadəsi haqqında deyəcəklərimiz bu dərsdə bu qədər. Bu nümunələr həm Oracle SQL-də case veni necə istifadə etdiyimizi öyrəndik, həm də onu deyim ki, bu nümunələr real praktikada da, iş mühitində də lazım olacaq nümunələrdir. Hər dərs olduğu kimi bu dərsdə yazdığım kodları videonun altına yerləşdirəcəm. İstəyən hər kəs oradan yükləyib istifadə edə bilər. Ancaq bunu çox da məsləhət görmürəm. Videonu dayandıra özünüz yazmağınız daha məsləhətlidir. Əgər hər hansı bir sual, qaranlıq qalan məqam olarsa, videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və əgər videoların faydalı gəlirsə, bəyənməyi, rəylər yazmağı və kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.